Hər vaxtınız xeyir olsun. Bugün yenə close guarddan keçid göstərəcəm, 2 keçid göstərəcəm. Bu dəfə ayağa qalxmaqla. Deməli, birinci nədir? Birinci, mən rəqibin yaxasından tuturam və bir əlini zərərsizləşdirirəm. Əlini tutduğum tərəfdən çalışıram qalxım ayağa. Və bu şəkildə. Sonra bunu buraxıram və ayağını açıram bu şəkildə. Əgər rəqib ayağa qalxdıqda əlini içəri salsa, mən bu ayağımı çevirirəm bu tərəfə və rəqib buradan müasir jiu-jitsuda buna K-guard deyirlər. K-guarda girsə, biz buna K-guard demirik, çünki bizdə old schooldur. Buna sadəcə ayağa çıxış deyirik. Bu şəkildə ayağa çıxış etsə, mən buradan nə edirəm? Bu ayağını tuturam. Əsas mən idarə edəcəyim tərəf bu birisi ayaqdır. Çünki bu ayaqla hücuma keçə bilər. Və mən ayağımı çevirmişəm bu tərəfə. Bunu çəkirəm bu tərəfə. Çəkirəm arxaya və yenə öz qart keçidini edirəm. Nəhayət sonuncu qart keçidi. Bu da ayağa qalxmaq da olur. Burada nə edirəm yenə? Əllərimi salıram qoltuğun altına və yaxud da yaxasından tutaraq. Bu daha çox yorğun halda olur. Jiu-jitsu idmançıları, döyüşçüləri güləşdiyi zaman yorulduğu halda olur. Yorulduqda bəzən görsən ki, idmançı özünü itirir və iki yaxadan tutur. Bu zaman nə edirsən? Ya əlləri qoltuğun altına salsa, ya da elə yaxadan bunu salırsan içəri bu şəkildə və qalxırsan ayağa. Gəl bu tərəfə. Və buradan nə edirsən? Dizin birini ayağın ortasına tərəf qoyursan və birini də arxaya tərəf gedirsən. Arxaya tərəf gedərək bunu açırsan. Diz atılır burada. Bu şəkildə. Knee slice deyirlər. Bu şəkildə dizi sürüşdürərək qardı keçirsən.